Salam müəllimlər, bugünkü mövzumuz 9-cu sinif dərsliyindən 11-ci mövzu plastik kütlə və onun insan həyatında rolu olacaqdır. Ümumiyyətlə, plastik kütlədən hazırlanmış məlumatlar 19-cu əsrin sonunda meydana gəlmişdi və 19-cu əsrin sonunda başqa nə var idi? Fen var idi. Bəli, fenin yaranması 19-cu əsrin axırlarındaydı. Müəllimlər, plastik kütlə deməli polimerlərdən alınan təzyiq altında qızdırıldıqda verilmiş formanı alan və soyuyandan sonra da onu qoruyub saxlayan təbii, suni, sintetik mənşəli materialdır. Plastik kütlə nə oldu müəllimlər? Polimerlərdən alındı. Təzyiq altında qızdırılanda formanı alan və soyuyanda da onu qoruyub saxlayan təbii, suni, sintetik materialdır. Və plastik kütlənin 3 xassəsi vardır. Hansılardır? Fiziki, mexaniki, texnoloji. Oduncağın hansı xassələri var idi? Bəli, fiziki, mexaniki. Metalın hansı xassələri var idi? Mexaniki, texnoloji. Demək, mexaniki hər üçündə də var. Hər üçünün də ortaq hissəsi mexaniki olacaqdır. Oduncaqdan fiziki xassəni götürəcəyik, metaldan texnoloji xassəni götürəcəyik. Nə olacaq? Plastik kütlənin xassələri fiziki, mexaniki, texnoloji. Və polimerlərdən alınır dedik. Polimerlərin də növləri var müəllimlər. 3 növü var. Hansılardır? Şaxəli, deməli torvari, bir də xətli. Və bunun şəkillərini bizə göstərib. Baxın, A-da, şəkil 1-də A-da xətlidir, B-də şaxəlidir və torvaridir. C-də də torvaridir. Bunlar da nə oldu? Strukturların növləri oldu. Polimerlərin növləri oldu daha doğrusu. Daha sonra plastik kütləni hazırlamaq üçün təbii xammaldan istifadə olunur müəllimlər. Təbii xammalın 2 mənbəyi var. Biri təbii polimerlərdən, yəni selyoz, zülal əsaslı birləşmələrdən alınır. Digəri isə kimyəvi sintez yolu ilə kömür, təbii qaz, neftdən alınır. Məncə bunu ayrı edə bilərik görsək. Təbii desəm, selyoz, zülal. Bunlar təbiilərdir. Suni desək, kömür, qaz, neft. Bunlar da sunidir. Aha, yəni kimyəvi maddələrdə kimyəvi sintez yolu ilə alınanlardır. Daha sonra plastik kütləni müəllimlər həyatımızda arzu olunan edən xassələri var. Bunlar hansılardır? Yəni bu məmulatlar ucuzdur. Ondan sonra elastikdirlər, boyana bilirlər, rənglənə bilirlər, korroziyaya məruz qalmırlar, ekoloji cəhətdən təhlükəsizdirlər və s. Yəni bir çox belə növlərinə görə, belə xassələrinə görə həyatımızda arzu olunan materiallara çevriliblər. İndi baxaq plastik kütlənin növlərinə. Baxaq polietilenə. Polietilen nədir? Deməli, yüksək möhkəmliyə malikdir, temperatur fərqinə davamlıdır, xoşagəlməz qoxusu yoxdur, qidada təhlükəsizdir. Yəni, polietilen deyəndə nəyə götürəcəyik? Müəllimlər, yüksək möhkəmliyə malikdir. Görsək, polietileni götürəcəyik. Temperatur fərqinə davamlıdır və şəkil 2-də bizə A-da nəyə göstərib? Polietilenin özünü, B-də ondan hazırlanmış torbalardır və C-də də polietilendən hazırlanmış çənlərdir. Şəkillərə də diqqət edirik. Daha sonra ikinci bir növü polipropilen. Bu tez dağılır. Deyir, polietilenə nisbətən şaxtaya davamlılığı azdır. Biz demişdik axı temperatur fərqinə davamlıdır polietilen. Amma polipropilen şaxtaya davamsızdır. Davamlılığı azdır. Və təhlükəsizdir. Qida sənayesində də deməli rahatdır. Yəni istifadə oluna bilər. Və polipropilendən nələr hazırlanır müəllimlər? Şəkil 2-də də bizə polipropilendən hazırlanan, daha doğrusu 3-də, şəkil 3-də polipropilendən hazırlanan məmulatları verib və polipropilenin özünü verib. Bu şəkillərə yenə deyirəm, diqqət edirik. A-da özüdür.
B-də mətbəx avadanlığıdır və C-də santexnika, deməli, avadanlığıdır. Demək, polietilendən nə hazırlandı? Nazik pərdələr, süd qabları, su qabları, şirələr, şirələr üçün daha doğrusu butulkalar, bunlar hazırlanır. Polipropilendən isə bunların qapaqları, qapaqlar, şprislər, vedrələr, qab-qacaq, yəni bunlar da polipropilendən hazırlanır. Daha sonra üçüncü bir növü polistirol olacaqdır. Sintetik polimer sözü görsək, ümumiyyətlə nəyə götürəcəyim? Polistirolu götürəcəyim. Daha sonra müəllimlər, polistirol deyir ki, böyük temperatur fərqinə davam gətirir. Ancaq biz polietilində nə demişdik? Polietilində demişdik ki, deməli, yüksək möhkəmliyə malikdir. Baxın, yüksək möhkəmliyə malikdir desə, polietilen olacaqdır. Ancaq desə ki, böyük temperatur fərqinə davam gətirir. Bu sözü görsək, polistirolu götürəcəyik müəllimlər. Bir də sintetik polimer sözünü görsək, polistiroli götürəcəyik. Polistirolu, baxın, A-da da, şəkil 4-də A-da özüdür, bu polistiroldur, bəli. Və polistiroldan hazırlanmış nədir? Təbəqədir. Bir də karnizdir. Karnizdə gördük, polistirolu götürəcəyik. Və nə deyir bizə? Harda istifadə olunur bu? Duş kabinaları, ara kəsmələri, qida üçün konteryer, qablaşdırma məmulatları, fincanlar, izalə edici lövhələr, fincan sözünü gördük, ara kəsmə, duş kabinaları, belə sözlər gördük, polistirolu götürəcəyik müəllimlər. Daha sonra nə gəlir? Polikarbonat. Polikarbonatın açar sözü yüksək temperatura davamlıdır. 135 dərəcə temperaturda xassəsini saxlayır. 135 dərəcə gördük, polikarbonatı götürəcəyik. Daha sonra şəffaf polikarbonat güllə keçirməyən şüşə kimi tanınır. Güllə keçirməyən şüşə sözünü gördük, polikarbonatı götürəcəyik müəllimlər. Daha sonra polikarbonatdan hazırlanan bizə deməli özünü göstərib və hazırlanan materialları göstərib bizə. Baxaq şəklə fikir verək. Deməli, A-da nədir? Özüdür. B-də kreslo hazırlanıb. C-də də çantalar, çamadanlar hazırlanıb. Deməli, bir dəqiqə bunu silim. Deməli, polikarbonatdan nə hazırlanır? Stullar, çamadanlar, daha sonra harda istifadə edilir? Kosmonavtikada. Bir də ki, mebellərin hazırlanmasında, hərbi sənayedə istifadə edilir. Daha sonra gələcəkdir polivinxlorid. Polivinxlorid ağ rəngdə plastik kütlədir. Ağ rəngdə plastik kütlədir. Sözü gördük. Polivinxloridi götürəcəyik müəllimlər. Baxın, budur. Şəkil A-da özünü veribdir və pəncərə kəsiyi. Bu da nədir? Borulardır. Polivinxloriddən hazırlanır. Polivinxloriddən nə hazırlanır? Linolum görsək, ayaqqabılar görsək, qramofon valları, pəncərə qapı görsək, nə olacaqdır? PVX götürəcəyik, yəni polivinxloridi götürəcəyik müəllimlər. İndi bir də qaydaq, bir də üstündən keçək. Demək, nə dedik? Polietilen. Demək, yüksək möhkəmlik sözünü görsək, polietilen götürəcəyik. Ondan sonra torbalardır, çənlərdir, süd su məhsulları üçün şirə qablarıdır. Görsək, polietilen götürəcəyik. Daha sonra şprislərdir, vedrədir, temperatur şaxtaya davamlılığı azdır. Görsək, polipropileni götürəcəyik. Daha sonra sintetik
görsək, sintetik sözünü, sintetik polimerdir sözünü görsək, böyük temperatur sözünü görsək, ara kəsmə, duş, belə fincan, belə sözlər görsək, polistrolu götürəcəyik. Daha sonra dərəcə görsək 135 dərəcə görsək, sonra güllə keçirməyən şüşə sözü görsək, polikarbonatı götürəcəyik. Ondan çamadanlar hazırlanır. Kosmonavt sözü görsək, hərbi sözü görsək, hərbi sənaye, mebelin hazırlanması, belə sözlər görsək, polikarbonatı götürəcəyik. Və ağ rəngdə plastik kütlədir görsək, sonra nazik təbəqə, daha sonra qramofon valları, pəncərə qapı, lineolum, belə sözlər də görsək, poliven xloriti götürəcəyik müəllimlər. Və dərsimiz bu qədər. Hər birinizə uğurlar.